Salam dostlar, videoda bir şey demək istəyirəm. Mən ora 10 GB nümunə olaraq yazdım. Ehtiyacınıza görə dəyişə bilər. Ehtiyacınız nəsə onu yazın. Çalışın çox yazın ki, gələcək yönəmli olmaq üçün. Və ora yalnız ISO image deyil, nə istəsəniz ata bilərsiniz. Məsəl üçün mən 20 GB vermişəm. Bir dənə Windows, bir dənə Linux, bir dənə də 2.10 GB-lıq da driver fayl atmışam Windows üçün. Yəni istədiyiniz fayl ata bilərsiniz, fərq eləmir. Və ora videoda bir şey də var. Yəni videoda disk ayırma gördünüz. Orada siz diskdə ayırıb yedək fayllar da ata bilərsiniz. Məsəl üçün Windows format edirsiniz, içində vacib fayllar varsa, disk ayırma ilə bir də fayllarda. Məsəl üçün 500 GB SSD varsa, məsəl üçün deyirəm, 150 GB-ını fayllara verə bilərsiniz ayırıb. Və çalışın orada ad yazın. Yəni D disk olanda nə volume olmasına ad yazın. Mən ötürü ad yazdım orada. Sistem flash və s. nə yazdım sonra da yenə. Onlar kimi yazın. Belə eləyə bilərsiniz. İndi videomuza keçək. Herkese salam dostlar. Bu günlər isə USB olmadan necə əməliyyat sistemi yazacağımızı göstərəcəm. Bu proses necə olacaq? Biz bir fayl və proqram yükləyəcəyik və o proqram bizim SSD-imizin bir hissəsini USB olaraq tanıdacaq və edəcək. Gəlin proqramı yükləyək. Mən sizə iki də link verəcəm. Bir bu proqram, bir bu proqram. Bunları yükləyəcəyik. Gəlin bu proqramı yükləyək. Biz buradan USB yazını seçirik. Buna basırıq. Və bunu yükləyirik. Və bu proqrama girib bu proqramı yükləyərik. Video olduqca asan olacaq. Başa düşəcəksiniz nə etdiyimi, nə elədiyimi və hamısını bir sizə başa salacağım. Hətta bu fayl yüklü də yükləndi. Demək bu iki fayl yükləndən sonra nə qıracaqsınız? Gəlin sizə göstərdim. Sizə bir şey demək istəyirəm öncədən. Deməli, burada necə olacaq? Bizim bu SSD-imizi görürsünüz. SSD-imizi. Baxın, bu bizim SSD-imizdir. Deməli, bu bütöv yaddaşdır, bu evdir. Bu C və s. şeylər isə bizim məlumat bazamızdır. Məsəl üçün, sistem C-dədir, D-də məlumat bazasıdır, Y-də yedəkdir. Bunlar necə olur? Bunlar otaqlardır elə bilin. Bu SSD bir evdir, bunlar isə otaqlardır. Məsələn üçün, siz evi düzəltdirəndə deyirsiniz ki, məsələn üçün, bu otağı düzəlt, bu otağa dəymə, düzdür. Bunlar da elədir. C, D, Y olanlar bir otaqdır. Amma bu SSD isə böyük bir evdir. Əməliyyat sistemi siz yükləyəndə C diskinə yükləyin. Birbaşa SSD format edib yox. Çünki SSD format edəsiniz, C-də edəcək, D-də edəcək, Y-də edəcək. Ona görə C diskini seçin. Yəni demək istəyirəm buydu. Yanlışlıqla digər seçə bilərsiniz və bu sizin sisteminizə zədə vuracaq. Nə dərəcədə vuracaq? Yəni fayllar itəcək. Məsələn, deyək ki, bu evdir. Demək sizə bir şey göstərmək istəyirəm. Bu gördüyünüz SSD-dir. Bunu siz bir ev zənn edin. Baxın, bu evdir. C diski var, D diski var, Z diski var, B diski var. Bunları isə bir otaqdır, evin otaqları. Siz bunları ayırt edirsiniz. Məsələn üçün, 1 TB SSD isə 350 GB sistemə verirsiniz. Buradan verirsiniz məlumatlara və bu da yedəkdir və bu da digərdir. Gördüyünüz kimi. Siz əgər əməliyyat sistemi yükləyəndə C diskini seçəsiniz. Və buna birbaşa SSD-ni yox, birbaşa SSD-ni seçib format eləsəniz, SSD formatı olsa, bütün disklər format olacaq. Bütün disklər format olub gedəcək. Onu əməliyyat sistemi yükləyəndə C diskini seçin. Bunu demək məqsəd nə idi? Yəni birdən bunu edib, bunu edərsiniz, fayllar gedər. Məsələn, disklə ayırmağı göstərəcəm, ondan istifadə eləməkdə bir-bir. Yəni buydu. Gəlin indi proqramı necə işə salacağımızı göstərək. Gəlin nə edək? Bu faylları yüklərdən sonra biz nə edəcəyik? Burada görürsünüz 2 dənə fayl var. Düzdür? Biz birinci diski ayıracaq. Diski ayırmaq üçün nə edəcəyik? Windows X-a basacaq. Və Windows X-dan disk menencerə girəcək. Bura girib biraz gözləyirik. Görürsünüz kimi gəldi. Mən bunu virtual maşına göstərdirəm. İndi nə edəcəyimizi deyirəm sizə. C diskini görürsünüz. Bunu biz ayıracaq. Bunun bir hissəsini ayıracaq. Necə? String volume var. İndi mən ekranda yazaram. Bunlar nə dilində olur? Xarici, Azərbaycan dilində və ya Türk dilində. Buna basırıq. Birinci. Və bura 1 megabayt yazırıq. Birinci 50 megabayt yazırıq. 50 megabayt yazırıq. String'ə basırıq. Görürsünüz gəldi. Buna buradan basıb yeni, bunu da tərcüməsini deyəcəm. Buna basırıq. Next-a vururuq. Next.
Buna fərq yoxdur. Hər hansını verə bilərsiniz. Buna Y verə geçsin. Y. Biz bunu FAT32 edirik. Bunu FAT32 seçirik. Adını yazaq. Boot. Bir şey yazaq. Next-ə vururuq. Finish-ə vururuq. Və bu gəldi. Və biraz bir dəqiqə açacaq. 50 megabayt nə idi bu? Bu boot eləmək üçün də boot fayllarını bunun üçün atacaq. İndi buradan bir fayl araq. Neçə megabayt? Məsələn üçün bir 10 gigabayt. 1024 10 gigabaytlıq bir fayla. Bunun üçün ISO fayllarını atacaq. ISO. Biz bunlarla işləyəcəyik. Bunun üçün bu faylları atıb işləyəcəyik. Buna vurduq. Gəldi. Və bunu yeniyə vururuq. Next-ə vururuq. Next. Bunu D varsa deyil. Fərqi yoxdur. Deməli yoxdur. F olsun. Next-ə vururuq. Bu entity-si qalacaq. Yəni buna FAT32 eləməyəsiniz. Buraya yazaq. Məsəl üçün ISO filan yükləmə. Nəsə yazıq getdi. Next-ə vururuq. Finish-ə vururuq. Və bu artıq bizim ISO atacağımız faylın yeridir. Boş yer. Bu isə bootdur. Baxın, C diskində əməliyyat sistemi Y və F və Y-yi silmirik. F-i silsək, içindəki əməliyyat sistemlərimizi yüklədiyimiz əvvəlcədən qalmış ondan siləcək. F bunu isə silsək, əməliyyat sistemi yükləyə bilməyəcək. Deməli, nə edirik? Bu fayla giririk. Bu faylın içindəki şeyləri çıxardırıq. Bunları çıxardıq. Çıxartdıq bura. Sonra bu fayla giririk. Bunun da içindəkidən çıxardırıq. Deməli, buradakılar nədir? Bu gördüyünüz ARM64 kompüterlər üçündür. ARM64 kompüterlər hansında olur söz? Snapdragon CPU-larda olur. Hər şey Snapdragon-da var, digərlərində yoxdur. Bu 32 bit kompüterlər üçün, çox köhnə kompüterlər üçün. Bu isə 64 bit. Bizə bu lazımdır. Kompüterin əksəriyyəti 64 bit olsun. 99 byte varkən. Bunun adını dəyişirik, yazacaq bura boot. Enter-ə vurduq. Bunu kopyalayırıq. Fayl menüsünə giririk. File Explorer-ə girdik. Və buradan Stitch PC-yə giririk. Gördüyünüz kimi gəldi. Bootu tapdıq. Bootun içinə giririk. Bu faylı bootun içinə atırıq. Atdıq. Nə edəcəyində? Burada proqramlardır. Bu 32 bit üçündür. Bu da 64 bit üçün. 64 bit bizə lazımdır. Buna giririk. Girdik buna. Deməli, UEFI-yə vururuq. Edit UEFI-yə vururuq. Bura nağarıq. Biraz bura ədə vururuq. Ədə vurduqdan sonra nağaracaq. Ədə vurduqdan sonra gəlirik. Boota və bunu əlavə edirik. Və əlavə olundu gördüyünüz kimi. Və bunun adını istəsəniz, nə istəsəniz yaza bilərsiniz. Məsələn, yazaq bura yükləyi. Bunu yazıq. Stop və kontrol butonu edirik. Gördüyünüz kimi bu adı belə oldu. Sonra buradan çıxırıq. Fiskal diskə giririk. Part managerə giririk. Bunu tapdıq. Boot. Bunu hayda vururuq. Bu gizləndə. Bu artıq gizləndə. Close-a vurduq. İstəyirəm. Bir şey yadımdan çıxıb videoda. Baxın. Dostlar, sizə bir şey demək istəyirəm. Necə ediləcəyimizi. Bu videoyu birlər göstərəcəm burada. Mən bir şey yaddan çıxarmışam, onu edeyim sizə. Məsələn, ədə girdiniz, o 50 megabaytlıq fayla girdik və bu EFI seçdik. Burada adını qeyd elədik. Məsələn, mən ad qeyd edeyim yenidən. Özüm üçün. Bunu elədim. Baxın, buradan giririk, şey seçirik diski. Məsələn, kompüterdə 2 dənə SSD varsa və HDD varsa, hansında işlərsiniz, onu seçirsiniz. Bir dənə SSD varsa, istəyən bu bir dəyə gələcək. Bir dəyə gəlsə, deməli bir dəyə, bunu seçirsiniz. Və burada isə, baxın, mən burada 49 görürsünüz, bura CS install yazmışam öz adına. İndi orada başqa adı da, yəni nə adı yazmışsınızsa, onu seçirsiniz. Baxın, nə seçirsiniz, göstərim sizə. Baxın, 50 megabaytlıq fayl, mən 50 megabaytlıq yer açmışdım, düzdür. Baxın, bu buradadır. Bunun adını seçirsiniz, burada. Bana göstərmə yadımdan çıxmışdı. Deməli, bunun adını seçək. 50 megabayt seçdik. Sevə vuraq, bitdi, adını da yazaq. Yəni, bu idi, yaddan çıxdığı bu idi bir dənə. Buradan bir dənə gələcək. Buradan da denib kimi. GPT 3 olmalıdırsa, başqa cür ola bilər. FAT32 olacaq tipi və 50 megabayt olacaq və adı olacaq. Adı da bax budur. Görürsünüz ki, mən bunu adını belə yazmışam. Siz adını nə yazmışsınız o da. Bunu seçəsiniz, ad yazıb save vurasınız.
Sonra hemen kimi girdik buradan part menecerə, diski tapırıq, hayda vuracaq, все bitdi. Budur. Yəni mən onu yaddan çıxarmışdım. Və bu proqramı götürüb bura atırıq. Nəyə görə? Biz hər dəfə Windows yükləyəndə bu UEFI-dən bu silinir. UEFI əlavə edəcək. UEFI necə əlavə edəcək deyirsinizsə? İndi nə elədim? Baxın. Bu video bir dəqiqə əvvəl saldım. Həmişə elə edirsiniz. Nə vaxt həmişə? Hər dəfə sistem yükləyəndə. Məsələn, sistem nə vaxt yükləyərsiniz, onu da eləyirsiniz. Yükləyəndən sonra. Çünki menuya gəlsin deyə. Yoxsa menuya gəlmir. İndi nə eləyəcək? İndi biz bura ISO fayl atacaq. ISO faylı bir dəqiqə. Yükləmə yoxdur. Bura ISO fayl açıq. Bura 10 GB yerimiz var. Deməli, mən ISO fayllarını tapdım. Siz də ISO fayllarını yüklədikdən sonra ata bilərsiniz. İndi görürsünüz, F-də düzdür. Burada 10 GB yerimiz var. 10. İndi mən bura atıram faylları. Baxın. Bu iki faylı kopyalayıb bura atıram. Və bir də bu proqramı açacaq. Bu proqramı əlavə edəcək UEFI-yə. Bunlar kopyalansın. Kopyala. Bu proqram burada qalmalıdır. Bundan hər dəfə sistem yükləyəndə əlavə edirsiniz. Sistemi yükləyəndə, sistemi yüklədiniz, qaldı. Bir dəfə əlavə ediniz, qalır. Yəni sistem hər dəfə yüklənəndə UEFI sıfırlanır. Yəni o UEFI görə bilmir. UEFI də görməsi bunu eləyəsiniz. Linux-da nə eləyəcəksiniz? Linux-da indi göstərəcəm. Həm Windows göstərəcəm, həm də Linux-da videoda. Deməli, BIOS-a girəcək, nə edəcəyimizi göstərəcəm sizə. Mən virtual maşında, yəni virtual maşını üstəcəm. Baxın, gördüyünüz kimi yükləyici bot gəlib. Yükləyici bota basırıq və gördüyünüz kimi gəldi. Baxın, yükləmə 10 GB. Bu bizim yükləməmizdir. 49 GB sistemini yükləməyə girdik. Məsələn, biz buradan nə yükləyək? Məsələn üçün Windows'a basaq. Boot from Windows'a basaq buna. Birinciyə basdıq. Görürsünüz ki, Windows açılır. İndi mən videoyu dayandıracağım. Windows yükləməyi tam bitirəndən sonra nə tər əlavə eləmək olduğunu göstərəcəm. Hər bir şey göstərəcəm. Baxın dostlar, sizə dediyim gəldi. Baxın, görürsünüz Partiyon 03. Bu bizim ana sistemimizdir. Bunlar da onun içindəkilərdir. Baxın, yükləmə. Bu bizim ISO fayllarını attığımız yerdir. Görürsünüz? Bu da botdur. Bu ikisinə dəymirik heç vaxt. Nə istəyirsiniz, bunları silmirik. Bir də sizin əgər partiyon başqası olsa, məsələn üçün, nətər deyim, yedək fayllar üçün onlara dəymirsiniz. Yalnız C faylını tapırıq. C faylda bu görürsünüz 40 GB-lıqdır. 49. Bunu silirik, kavırdıq, silək. Və biz buna girib sistemi yükləyirik. Və indi gözləyəcəyik. Gözləyən sonra sizə deyəcəm nə etmək lazımdır. Deməli dostlar, əməliyyat sistemini problemsiz yüklədim. Gəlin baxaq, orada boot menu qalıb qalmayıb. Gəlin bir yerdə baxaq. Qalıbmış dostlar. Qalmasa da yenə göstərəcəm. Görürsünüz burada qalıb, amma qalmasa yenə göstərəcəm. Necə eləyəcəyimizi. Yəni buradan fayl menecərə giririk. Sistemə girdik, bunu proqrama açdıq, icazə verdik. UEFI girdik, UEFI girdik. Görürsünüz qalıb, qalmayanda dediyim kimi. Buradan ədə basasınız, ədə basasınız. Boot E-yə gəlib, bunu seçəsiniz, bitdi. Seçəndən sonra da save-ə vurasınız, bitdi. Belə eləyəsiniz bunda, qalıbmış. İndi Linux yükləyək, Linux-da necə olacağını göstərək. Görə Linux-da silinəcəkmi, silinməyəcəkmi? Hər ehtimala qarşı göstərəm. Əgər belə bir şey olsa görsünüz, yoxlayın. Yəni əməliyyat sistemi yüklədiniz, dərhal boot menüsünə girin, görün orada UEFI-də qalıb, qalmayıb. Mən hər ehtimala qarşı sizə yenə göstərəcəm onu. İndi Linux yükləyək. Gəlin onu yoxlayaq.
Kopuz yükləyib yoxlayaq. Ne bileyim, mən burada hər şey sözləzən vacib şeyləri. Baxın dostlar, deməli dostlar, baxın bu menüyə. Gördüyünüz kimi burada Cleanessa var, Custom var. Biz burada Custom'a vururuq. Custom'a davam edəcək. Custom'a vururuq ki, burada format getməsin hər şey. Yoxsa bütün evi format eləyəcək. SSD bizim evimizdir, düzdür? Bütün evi format eləyəcək. Və buradan siz özünüz üçün Modifier Partition'a vurub, buradan özünüz üçün hamısını həll edirsiniz. Swap var və s. var. Bunlar üçün ayrıca video gələcək. Linux'da necə ayırmaq lazımdır onlar üçün. Yəni belə. Deyirəm ki, bütün hamısını silmirsiniz, digərsiniz. Buna vursanız bütün hər şey silinəcək. Baxın. Gördünüz 60 GB hamısı silinəcək. Yəni buna vururuq. Sonra burada da özümüz üçün ayırırıq. Modifier Partition'lar. Ayırandan sonra buna vururuq. Bitdi. Gördüğünüz gibi. Videomuz buradan idi. Eğer video bəyəndinizsə kanala abunə olub like atmayı unutmayın. Bir de bir şey deyəcəm sizə. Məsəl üçün SSD-lərin fərqi nədir? Baxın, ən kiçik, ən zəif SSD SATA 3 sürətinə baxaq buna. Bunun sürəti 550 MB, bir de 560. İndi USB 3.0-a baxaq. Bunun sürəti gör nə qədərdir. Baxın, bunun sürəti gördüyünüz kimi 625 MB. Yəni nə mənada ən zəif SSD, yəni ən zəif SATA 3 tipində orijinal SSD. Bunlar eyni sürətə bərabərdir və heç bir pul ödəmədən içində. Məsələn, məndə Nvidia M4-dür. M4 SSD. Yəni bu sürətinə baxaq. 7000 MB saniyə gördüyünüz kimi. Yəni mən öz 7 MB-lıq SSD-mi işlədə bilirəm bundan. Yəni bu çox sürətli, çox rahatdır. Yəni fayl olsun içinə, sonra Windows-da yükləmək olsun içinə, yəni çox güclüdür. Yəni USB-dən qat-qat yaxşıdır. Sağ olun dostlar, hələlik görüşənədək.